Salam dəyərli abituriyentlər. Bildiyiniz kimi sabah, yəni 5 aprel birinci zonanın, yəni 9-cu siniflərin ilk zonasının imtahanıdır. Buna görə sizlərlə bərabər son təlimatları bölüşəcəm. Hansı ki, eee, imtahanda bilir ki, listening, tekstlər, reading, qrammatika və esse tipində suallar düşür. İlk öncə listeningdən başlayaq. Yəni ilk öncə listening qoşulur və qoşulmazdan əvvəl sizə vaxt verilir. Bu vaxt ərzində suallara nəzər yetirin. Təkcə nəzər yetirməyin. İndi suallar üzərində bəzilərini nümunə olaraq deyəcəm. Məsələn, hər bir listeningə düşən pasaj nə haqqındadır sualı. Bunu ilk öncə yazmağa çalışmayın, çünki pasajı ümumi olaraq bildikdən sonra nə haqda olduğunu yaza biləcəksiniz. Yəni orada ola bilər ki, ilk eşitdiyiniz söz, və yaxud da ilk tuta bildiyinizsə, mövzunun sadəcə bir detalı olsun, yəni belə deyim, tam əhatə eləməsin, amma sizə lazım olan tam mövzunu əhatə eləyən başlıqdır. Ona görə hər detalı eşitdikdə, yəni əsas fikir olaraq qəbul eləməyin. Əgər heç mövzunu, belə deyim də, listeningi anlaya bilmirsinizsə, qavraya bilmirsinizsə, əksərən listening başlayanda verilən ilk cümlə, ilk açılış, yəni mövzunun əsas ideyasını göstərir. Daha sonra listeningdə sual verir və bu sualın cavabını istəyir. Bu sualdakı əsas, belə deyim, istənilənin altına xətt çəkin, bunları işarələyin və tərcümə edin. Listeningdə həmin hissə gələn kimi qulaq asın, görün variantlarda hansıdır və bu sual da eyni şəkildə asanlıqla tapılır. Digər sual isə buna biraz oxşuyur. Cümləni verir, siz tamamlayırsınız. Necə az öncə cümlənin məzunu tutandan sonra cümlənin ardında, yəni cavabını verəcək və yaxud da ki, əvvəlində də verə bilər. Yəni tam diqqətli olmanız tələb olunur. Yəni cümlə veriləndən sonra ardından sualın cavabını tapa bilərsiniz və yaxud da ki, cümləni verir və tamamlamağınızı istəyir. 3 nöqtə qoyur, sizdən tamamlamağınızı istəyir. Yəni bu cümləyə də diqqət eləyin. Ola bilər ki, eyni cümləni deməsin, bəzi sözləri, yəni bilinən, hər kəs tərəfindən bilinən sözlərlə əvəz eləsinlər. Ona görə də diqqətli olun. Yəni sualları tam mənimsəsəz, hər dəfə deyildikcə rahatlıqla tuta biləcəksiniz. Daha sonra dördüncü sual, bu isə belə deyim, true false. Burada da fikir verin, cümlədə verilən fikirlərdə inkar varmı? İnkar varsa, bur belə deyim, altını işarələyin. Orada ola bilər ki, tam əksini desin. Verilən rəqəmlərə baxın, sayılara baxın, tarixlər varsa tarixlərə baxın. Hər hansı bir sifət varsa, məsələn, müsbət mənalı bir sifətdir, onun tam əksini deyə bilər. Yəni ona da ki, diqqət yetirin. Görün tamı-tamına eynisinimi deyir, tam əksinimi deyir. Yəni məncə listening sualları ilə bağlı deyə biləcək başqa bir söz yoxdur. Çünki listening orada veriləcək və tam olaraq diqqət eləməli olduğunuz hissələri dediyim. Daha sonra isə tekst sualları yəni 3 dənə tekst verilir və mənə görə ən maraqlı hissə bunlardır. Çünki həm asan olur, yəni sadə bir neçə cümlədən ibarət tekstdir, amma diqqət eləməli olduğunuz nüanslar var ki, məsələn, verə bilər before, after, ona diqqət eləməlisiniz, tarixə diqqət eləməlisiniz, rəqəmlərə diqqət eləməlisiniz, hər hansı bir elan haqqda olur bunlar və yaxud da ki, məktub haqqda olur, kimə ünvanlanıb, obrazlara diqqət eləməlisiniz. Daha sonra yəni kimlər üçün hər hansı bir elandırsa, məsələn, kimlər üçün əlçatandır bu elan, bunlara diqqət eləyin və ayın tarixinə, hansı tarixdə tutalım ki, təslim edilmə tarixi, zamanı. Məncə bu suallarda böyük bir çətinliyiniz olmayacaq. Daha sonra isə reading sualları gəlir. Amma bu tekstləri oxuduqdan sonra readingə gələndə biraz yorula bilərsiniz. Mən olsaydım növbəti olaraq qrammatika suallarına keçərdim. Çünki grammar mənə görə ingilis dilində yəni ən asan düşən suallardan biridir. Burada da belə deyim, sizdən zaman uzlaşması tələb oluna bilər. Of varsa və yaxud da ki, preposition varsa, cümlədə əgər 2 dənə isim varsa və bu 2 isimdən biri
deməli, oflu cümlədə iki ismin ortasında of varsa, preposition varsa, prepositiondan əvvələ baxmalısınız. Və uzlaşmanı da ki, prepositiondan əvvəl gələn ismə görə edirsiniz. Həmçinin conjunction bölməsində neither norla, either orla, not only but also ilə uzlaşır. Daha sonra modal fe'l bölməsindən bilməliyik ki, kənddən sonra to gəlmir. Have to, has to, had to, belə deyim, özünün inkarı do did doesdan düzəlir. Daha sonra to be able to var ki, are able to olar. Able'dan sonra yəni to işlənir. Shoulddan sonra to işlənmir. Will able to olmaz. Will be able to olar. Düşün, yəni modal fe'l quruluşu belədir. Shoulddan sonra to gəlməz. Mustdan sonra to gəlməz. Daha sonra sizə verə bilər, deməli, zaman uzlaşması, indiki zamanla keçmiş zamanı uzlaşdırmırıq. Keçmişlə gələcəyi uzlaşdırmırıq. İndiki ilə indiki, daha doğrusu gələcək uzlaşa bilər. Daha sonra düşünürəm ki, bunlar asan olacaq. Zaman zərflərinə diqqət eləyin. Last, yesterday varsa keçmiş zamanda, now varsa indi, indiki today varsa və yaxud da ki, təkrarlanan hərəkəti istəyirsə, məsələn, hər gün, hər həftə mən məktəbə gedirəm. Yəni bu kimi cümlələr indiki zamanda işlənir. Daha sonra əvəzlik bölməsindən əvəzliklərin uzlaşmasına hansılar cəm isimlərlə uzlaşır, hansılar təklərlə uzlaşır, hansı əvəzlikdən sonra sayılmayanlar gəlir, bunlara diqqət eləyin. Opposite meaning, buna görə sizə lüğət lazımdır. Digər zonalarda indidən təkrara başlasınlar məncə. Daha sonra definition sualı, bunu da yəni tərcümə tələb eləyir. Daha sonra sual cümləsindən tag question düşə bilər və yaxud da ki, sual cümləsi düşə bilər. Tag question bildiyimiz kimi cümlənin bir tərəfi təsdiqsə, digər tərəfi inkar olur. Təsdiq olunca digər tərəfi inkar olur. Bir tərəfi inkar olunca digər tərəfi təsdiq olur. Və yaxud da ki, elə adi sual cümləsi soruşar. Bu zaman sual söz, köməkçi fe'il, mübtəda, xəbər bu ardıcılığa diqqət eləyin. Əgər mübtədamız yoxdursa, sual deməli, yəni mübtədaya sual verəndə köməkçi fe'illə əsas fe'il yan-yana gəlir, amma mübtədaya sual verməyəndə isə köməkçi fe'il və əsas fe'il yan-yana gəlməz. Sual söz, köməkçi fe'il, mübtəda, xəbər. Yəni əsas fe'ilimiz xəbərimizdir, köməkçi fe'illə yəni yan-yana gəlmir. Daha sonra sizə nə deyə bilərəm qrammatikadan? Definition sualıdır. Definition sualında diqqət eləyin. Ola bilər ki, hər hansı bir sözün cümlədə, yəni tərifində sinonimi olsun, eynisi olsun və yaxud da üç sözün hər birini bilməsəz belə, ikisini bilsəz, yəni asanlıqla uzlaşdıracaqsınız. Prepositiondır. Buna gedib diqqət eləsəz yaxşı olar. İndidən yəni son təkrarınızı etsəz, yəni səhifələsəz sadəcə yaxşı olar. İnanmıram elə bir çətin sual düşsün. Hamının bildiyi, ən çox rastladığımız sözlər olacaq, düşünürəm ki. Daha sonra artikeldan EN-in işlənməsinə baxın. Ola bilər ki, söz saitlə başlaya. Siz deyirsiniz ki, bu zaman ən artikeldir. Xeyr, saitin belə deyim, bir dəqiqə. Sait səslə başlamağına baxın. Məsələn, A və sözü nə olsun, H ilə başlayır. Yəni biz deyə bilərik ki, bu samitdir. Xeyr, ən A və deyirik. Yəni yazıdakına yox, deyilişinə, tələffüzünə baxmalıyıq. Daha sonra D artiklı, yəni bilirik ki, D artiklının işlənmə nüansları var, onlara diqqət eləyin. Əgər sayılmayandırsa qarşısında qeyri-müəyyən artikl EN-i işlətməyin. Daha sonra passive voice dünənlərimdə buna aid video çəkdim. Düşünürəm ki, cümlə verəcək və deyəcək ki, bunu passivə çevir. Passivə çevirəndə də birinci tamamlığı tapırsınız, əvvələ keçirirsiniz. Daha sonra fe'ili düzgün şəkildə yerinə qoyun. Have has varsa have hasdən sonra been gələr. Been gələr. Have has yoxdursa, yəni was varsa been gəlməz. Buna diqqət eləyin. Daha sonra sinonim sualı, bu da sizdən yəni lüğət tələb eləyir. Daha sonra isə yekunda
Essay və reading sualı qaldı. Readinglə bağlı bunu deyə bilərəm ki, suallardan biri passaj nə haqqdadır sualı olacaq. Bunu da, yəni mətni tam qavradıqdan sonra detallara girmədən ümumi olaraq mövzu sizə nəyi çatdırmaq istəyirsə onu seçirsiniz. Cümlə tamamlama sualı həmin cümlənin verilən, yəni hissəsini mətndən tapırsınız. Ardıcıllığını yenə deyirəm, sinonimi ilə əvəz eləyə bilərlər. Eee, Ona uyğun tamamlayın. Yəni hansısa fikir həmin mətndəki cümləyə uyğundursa, ona uyğun tamamlayın və sonra suala cavab ver. İşlədikcə deyərdim ki, işləməzdən əvvəl readingin suallarına bir göz atın. Görün bu 5 sualda əsasən sizdən nə tələb olunur? Mətni oxuyanda da həmin yerlərin altını çəkin, həmin suala cavab ver, yanlış fikri seç, doğru fikri seç. Bunların hər biri mətndə verilib və bunları qeyd eləsəz, asanlıqla sualları cavablayacaqsınız. Daha sonra isə ən sonuncu esse sualı. Essedə isə 3 dənə şəkil olacaq, yəni bildiyimiz kimi. İlk öncə şəkillərə baxın, görün əsas olaraq məğzi nədir, nə ilə belə deyim cümləyə başlaya bilərsiniz. Çalışın ki, sadə, basic cümlələrdən qaçının. Tutalım ki, o məktəbə getdi, o məktəbdən gəldi və yaxud da ki, o mağazaya girdi, o kitab aldı. Belə amma yəni təkrarlamayın. Yazın, o mağazaya girdi və kitab aldı. Yəni əmdi ilə bunları bağlayın. Və yaxud da ki, mürəkkəb cümlə yaza bilmirsinizsə, 2 dənə sadə cümlə yazın. Sonra bunları birləşdirin əmdi ilə və yaxud da ki, vergüllə. Mürəkkəb cümlə yaradın. Belə, daha sonra bəzi, belə deyim, bağlayıcı ifadələrdən işlədin. Məsələn, first of all, və yaxud da ki, as we can see, yəni şəkildən gördüyümüz kimi bu cür, ifadələrlə başlayın. Daha sonra, deməli, əsas hissədə firstly, secondly hər hansı bir şeyi sadalayanda istifadə eləyərsiniz. Moreover, hər hansı bir şeyi əlavə etmək istəyəndə, yəni fikirlərinizə nümunə vermək istəyəndə for example, for instance bu sözlərdən, səbəb deyəndə because, since, as a result bunlardan istifadə eləyin. Hər hansı bir zidd fikri verəndə obrazlar arasında tutalım ki, however, on the contrary, on the other hand, although bunlardan istifadə eləyə bilərsiniz, but-dan istifadə eləyərsiniz. Nəticə verəndə isə in conclusion, to sum up, overall, in summary, bu kimi ifadələrdən istifadə edib yekununu yazarsınız. Daha sonra bunu qeyd eləyim ki, cümlələri yazarkən zaman uzlaşmalarına diqqət eləyin. Birini indikidə, birini keçmişdə yazmayın. Və hadisə quranda əsasən olmuş hadisəni danışırıq deyə keçmiş zamanda yazmağa diqqət eləyin. Yox, əgər indiki zamanda yazırsınızsa, o zaman hamısını indiki yazın. Bir keçmiş, bir indiki olmasın. İndiki zamanda hansı halda yaza bilərsiniz? Tutalım ki, hər hansı bir təkrarlanan hadisədir. Tutalım, Jack hər gün məktəbə gedir də. Bunu keçmişdə yazmalı deyilsiniz də. Yəni Jackin hər gün elədiyi hadisədir deyə bunu indiki zamanda yazmalısınız. Amma o tutalım anasına gül verdi. Bu keçmişdə olan hadisədir. Olub bitib. Bunu keçmişdə yazmalısınız. Və yaxud da ki, deyirsiniz ki, yox, mən keçmiş zamanda yazmıram. Sadəcə indiki zamanda yazmaq istəyirəm. Onda uzlaşmaları indikidə eləyin. Yox, əgər keçmişdə yazılsa, keçmişdə eləyin. Yəni iki cür yanaşa bilər də. Tutalım, Jack anasına gülü verdi, yəni hadisəni siz nəql eləyirsiniz. Və yaxud da ki, şəkil üzərindən danışırsınız. Bu Jackdir, Jack anasına gülü verir. Bu kimi yəni zamanları indiki zamanda belə deyim, qeyd eləyə bilərsiniz. Amma uzlaşmaya diqqət eləyin ki, yerində olsun. Obrazların adlarına da əgər fikriniz yoxdursa obrazları adlandırın, şəkli təsvir eləyin, geyimlərini, hadisəni. Yəni maks heç olmasa yəni 35 söz minimum 35 söz olsun da. Yəni bu qədər. Məncə bunlar yetərlidir. Hər birinizə uğurlar. Ümid edirəm yaxşı olacaq. Sağ olun.